Götürüp o kaçmışdı. Bir dakika, Sen mənim bir benim söhbətim var. sesim yüzümü görsətmə. Biz kəndə girəndə polis dəstəsindən bir nəfər yox idi. Tankı orada qoydu, tək girdi. Mənə bilən qoruyan yox idi. Bir də posta qoydu polislər. Evdə eşya, məsələn, soyğunçuluq edirlər. Mən xahiş edirdim, o postları möhkəmləşdirin. Bizim nə qədər ev eşik qoyan qaçqınlar var orada. Onları yerləşdirək. Onları yerləşdirək, bir dənə çöpü qurdalamaq lazımdır. Maşqıracdan maşınlar gəlir, başqa maşınlar gəlir. Sizə xahiş edirəm, dönəndə lazımdır ki, o postu möhkəmləşdirmək. Polis dəstəsi 70 ildir, milis dəstəsi 70 ildir bizim dərimiz soğukdur. İndi adını dəyişib polis çeviriblər. O da həmin kanist dörtlə qalsılar. Xahiş edirəm, onu vapşi polis dəstəsi özümüz Qoymasınlar da, qoymasınlar. Onu biz almışıq. Bizə də biz də istəyirik, qaçqınlar oldu. Bu qələbəmizdə, mən qələbə deyərəm. Təqdim eləmək özünüzə. Tank batalyonu komandiri baş leytenant Salman. Bu qələbəmiz hamımızındır, xalqımızın qələbəsidir. Erməni qudurmuşdur, qudurub öz kəndlərimizi, bizim torpağımızda öz çörəyimizi yiyib, bizim kəndlərə, bizim malqaramıza xainlik edirlər. Malqaraları qırıblar, yolun qırağında gördüğünüz özünüz gələndə. Kətlər muhtemelen Vəhşiliklər Vəhşilik eləyib, hərəkəti. evləri yandırıblar. Başta elə kənd yox ki, orada məsəl hamısını yandırırlar. 3 ev var. Burada mən Bəyəxlər Yılxan dedi ki, qulaq as, sakit ol. Bəyəxlər Yılxan bəy qeyd elədi, dedi ki, bizim ekipaj baş kəndə girdi, düzdür. Amma burada tək onun ekipajı yox, hər 3 tank ekipajı, BMP ekipajları, pexotamız, piyada qoşun hissələrimiz, hamısı iştirak elədi. Rayon təşkilatları yaxşı kömək elədilər. Heç olmasa erməni... Qalxın erməni gəlsin. Onlar da biraz dincəlməlidirlər də, əşidən sonra. Hatası yox. Əlbir işlədi. Başqa kimindir? Burada mən sizə qeyd eləmək istəyirəm. Bu da dalımıza düşərdi. Türk oğlan İskəndər bəy, yəni... Yoxdur, bu eləmi? Burada dəvət elədim, getdi pozisiyaya. Sağ olsun o. Podpolkovnik Malbaxov. Ondan sonra... Kapitan Tirnezarov. Kapitan... Elçi. Yox, mən Rizvanı... Rizvan kimdir? Rizvan kimdir? Rizvan yoxdur burada. 4-cü batalyon Onlar öz... Hanı? Orada da bizim o kəşfiyyat komandiri tanışdı. Dəqiq hərəkətləri ilə, nətərdim, qəti hərəkətləri ilə bu işi görürük. İndi biz haradasa öz sərhədimizə yaxınlaşırıq. İnşallah bu işi axıra yetirəcək. Allah qoysun. Bununla da erməni gərək payını ala ki, ondan sonra sakitləşir. Onların xəsətini mən çoxdan bilirəm. Bir balaca gərək burnunu oyuşdurasan, mənim burnumda indi özüm tanka vurmuşam, ondan yox. Amma əməlli vurasan, burnunu oyuşdurasan, ondan sonra bir də yaxınlaşmayacaq.